Kinonun YouTube-da şərhlərini oxuyanda olduqca maraqlı fikirlərlə rastlaşırıq. Biri deyir, hər belə təxminə kimi qadının həyatında qorxaq və cəsarətsiz Zaur kimi kişi olur. Biri deyir, onların xoşbəxtliyinə əngəl olan anası idi. Çünki paxılı idi, özü sevmədən ərə gedib, indi Zaurun paxıllığını çəkir. Qoca qarı nə qədər qəddar və amansızdır. Bu münasibətlərin doğru olmadığı kinonun giriş səhnəsi bəlli edir. Gördüyünüz kadr yetər ki, məsələyə nöqtə qoyulsun. Təxminə ərli qadın idi və həyat yoldaşı ola-ola Zaurla gizli münasibətlər yaşayır. Kino bizə nə qədər onların bir-birini sevdiyini göstərsə də, bu xəyanətdir və kifayətdir ki, biz təxminənin əxlaqsız və xəyanətkar qadın kimi qəbul edək. Özdə maraqlısı budur ki, təxminə özü Zaura deyir ki, mənim ərim yaxşı adamdır. Bütün bu dedikodulara inanmır. Deyir, sən gözəlsən, camaat sənin paxıllığını çəkir. Burada xəyanəti ağa çıxardacaq heç bir fakt yoxdur. Günümüzdə gördüyümüz kimi ər-arvadı haqlı ola bir kəlmə onun haqqında nəsə şayiə eşidəndə ya qətlə yetirir, ya da şiddət göstərir. Ona görə bu münasibətlər yanlışdır.